girişdən şeye kadar biz ancaq himn okumuşuq və marş okumuşuq. Onun görüntüləri hətta telefonunda var. Bu telefonda telefonları. Biz inanırsınız uşaqlara deyildik ki, biz ali təhsilliyik də birlik olmuşuq. Deyildik ki, bu bizim üçün bir şansdır da, fürsətdir ki, Allah bizə nəsib edib. Neçə ildir ki, o vaxta qədər belə deyim də, torpaq almaq, döyüşmək, biz deyirdik ki, olsun, gəlin bizim bəxtimizə düşdü. O qədər sevinirdik ki. Nansız sevincimizdən o qədər məsələn, mən də öz-özümdən sevincimizdən o qədər məsələ ağlamışam, yəni nəsib oldu. Və gəldik, biz yerləşdik, yerləşəndə gecə bizə tapşırıq gəldi ki, bu gecə elə bir o vaxtda indiki nazirin müavini gəldi bizdən, o da ordunun təlim-tərbiyə işlə üzrə müavini. Kərəm Vəliyev. O vaxtda gəldi bizdən Kərəm Vəliyev. O gəldi bizdən söhbət elədi. Bizi döyüşə hazırlamaq mənasında. Bizim bir, həmən gecə biz döyüş paltarında yapdıq, silahla yapdıq. Neyse gün biz ancaq elə o formada da, yəni biz olduğumuz bir qada, biz üzbəli döyüşə girə bilmədik. Biz olduğumuz bir qada, amma döyüşə girdi, 12 nəfər şəhid verdi həmən gecə. Həmən bir qada 12 nəfər şəhid verdi. Biz elə onların yerində dayandık, onlar döyüşürdülər. Biz döyüşə salmadılar. Sabahsı gün bizə əmr gəldi, döyüşə girdik. Elə bir getdik, yerləşdik. Yerləşəndə erməninin dronları gəldi bizim üstümüzə. Dronla bizi çəkməyə gəldi. Biz yerləşəndə gəldi bizi çəkdi. Nə qədər ki, dron çox uzaq məsafədən uçduğunda biz onları görə bildik. Bir neçədən sonra, bayaq müayis bayaqı dron göstərdi. Biz onu gəldi, korpus komandiri gəldi. Verdi ki, təcili olaraq. Biz onda bir dən burada bir nüansı deyim. Uşaqlarda biz çox qəribə hissdir. Biz döyüş kamazlarında işğaldan azad olmuş yerlərə ilk addım atırdıq. Biz alınmışdı, biz girirdik oraya. Həmin o yerlərə ki, o adam baxırım erməni postları qalıb orada, sən adlayırsan, keçirsən. Çox qəribə hissdir, yəni onun sözlə ifadə olması bir şey deyil, ama gələncə yaşayarsan. O ki, getdik, biz orada yerləşdik. Ondan sonra əmr gəldi ki, təcili oranı təcili, çünki düşmən oranı çəkmişdi, oranı vurur. Sonra 2 gün, 3 gün çəkdi, ateşkəs oldu və oradan bizim şəhidlərimiz oldu. Həmən hərbi istəyəndə 12 nəfər şəhid oldu, komandirimizin və yoldaşlarının şəhid olmuşdur. Yəni, o hisslər çox qəribədir. Sonra mən o ömrümdə belə deyim də, ömrümün bütün o hər şeyini qərar edəyəm, orada keçirdiyim hissləri heç səni əvəz edə bilmədim. Ki, orada həm qürur hissi, orada həm, nə bileyim, o intiqam almaq hissi və özdə ki, mənim öz babamı da orada şəhid eləmişlər, həmən o yerdə şəhid eləmişlər. Atam gəldi mənim yanıma, icazə vermişlər, atam icazə almışdı. Ata dedi ki, bir şey, orada bizdə biraz düşüncələr var axı, elin bir oğlu səndən, bir variantla sən. Dedim, mümkün deyil. Yəni, niyə sən də mən burada qaldım da? Belə bir şey dedim, çünki dedim, burada ən azından mənim babamı şəhid edirlər. Yəni, ümeyini burada şəhid edirlər. Ümeyini Füzunun həmən o olduğu yerdə şəhid edirlər. Yəni, bu ən azından mənim vəzifəmdir ki, burada elə intiqam almaq. O his məndə deyildi, hamıda var idi. Demirəm ki, yəni, tək məndə belə bir his var idi. O hamıda o his var idi ki, orada olsun o intiqamı alsın. Fürsət yaranır. Yəni, o bir növ elə bir aprel döyüşləri qığılcım oldu. O 44 günlük müharibə üçün qığılcım oldu. Bir növ o şeyi dağıtdık da o stereotip edir. Onu dağıtdık ki, yəni biz bunu bacarırıq. Maksimum bir şey soruşa bilərəm onunla bağlı. Aprel döyüşlərində dəqiq şəhid sayını mən görməmişdim. Bir dənə məlumat 96 nəfər bilirəm. Siz dəqiq bu məlumatı? Dəqiq açıqı biz də deyirik. Çünki orada ən çox eşitdiyimiz məlumatlar, necə biz deyək ki, rəsmi mənbələrə görə 100 nəfərə yaxın. Tərtər istiqamətinə daha çox şəhid oldu. Tərtər istiqamətinə. Yüksək rütbəli zabitlər orada ən çox şəhid oldu. Vardı, Vardı, Pəncəli olsun, Sami Dimanuş çox. Orada əsas mən bildiyim qədəriylə, çünki biz Füzuli istiqamətindəyik. O istiqamətdən Cocuq Mərcanlı və Cəbrailin Cocuq Mərcanlısı və Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Sonra Tərtər istiqamətindən Talış o belə məlumatlar var. Tam konkret olaraq hansı
Sağ olun. Sevincisi, sizin sözünüzdə qüvvəti, sevincisi keçən il biz məktəb kollektivinlə getmişdik Qarabağa. İnanırsınız, bəli, o ərazilərə keçəndə mən bir Qarabağları uzaqdan Qarabağlıyam. göstərilməyə Bəli, bəli. O torpaqlara daxil olanda 30 ildən sonra o elə bir hissdir ki, insan onu təsəvvür edir, dilinlə deyə bilmir, hansı hisslər keçirirsə, həm sevinç, göz yaşımı olur, həm kədər, orada itirdikləri yanına düşür və sevinirsən ki, gedib itirdiklərinə, yəni qəbirlərini ziyarət eləyəsiniz. O elə bir gözəl bir hissdir ki, şükür bu günümüzə ki, 2020-ci ildə 44 günlük müharibəmiz oldu. Onun qığılcımı aprel döyüşləri oldu və aprel döyüşləri bu başlanğıc oldu. Müharibənin başlanğıcı. Yəni Azərbaycan öz sözünü demək gücündədir. Və 2020-ci ildə isə biz 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarını azad etdik. Orada bir neçə rayonumuz qalmışdı, onlardır. O qədər bir kədər hissi keçirdim ki, nəyə görə azad olunmadı. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində Xocalı azad olundu və Azərbaycanın ərazi bütünlüyü, yəni 86,6 kvadrat kilometrimiz azad. Bu Xocalı ilə bağlı şey deyil. Şəf müəllim uşaqlar, özü Xocalı məsulları. Və biz Şuşaya gedəndə kollektiv məktəbimizin müəllimləri birisində İlanda Şuşaya getmişdik. Biz Şuşaya gedəndə ən çox sevinən adam elə Qəzəşən. Biri də mən özüm, Qarabağlılar. Yəni, biri var,